Sualın Fidan yeni bölümünə xoş gəlmisiniz. Bugün yanımızda Vüsal bəy ilə Layla xanım var. Belə bir şey oldu be. Çok yaşlısan Evsən. Çok yaşlısan Evsən. Xoş gəlmisiniz. Necəsiz? Siz belə nə ilə bağlı soruşdunuz? Sazın dərdindən başlayacaqsanız mən bir dənə tez deyim. Yaxşıyam, çox sağ olun. Sonra ona keçək. Çox sağ olun. Çox klişe bir sualla başlayacağım. Harda tanış olmusunuz? Hüsam mənim ilk rejissorum olub. Hə. Mən çox balacaydım onda. Bəli, bəli. Neçə il əvvəl? Mən 19 yaşım var idi də yəqin. 19-20 yaşım var idi. 6 il əvvəl. Maşallah. Hüsam mənim ilk rejissorum olub, orada tanış olmuşuq. Və hələ də bir yerdə videolar çəkirsiniz. Bəli, bəli. Hələ də kino da çəkirik. Kino da Düzdür. çəkmişik. Bundan əvvəlki filmdə mən çəkməmişdim, olsun. Bəli. Soxuldu. Bəli. Nəysə olsun. Bilirik ki, ikinizin də bir çox peşəsi deməyim, maraqlandığı sahə var. Yəni məsəl üçün siz həm sosial mediaya da video çəkirsiniz, həm dediyim kimi rejissor, aktyor kimi oynayırsınız. Bəs həyatınızın sonuna kimi birini seçməli olsaz, hansını seçərdiniz? Təbii ki, rejissorluq. Təbii ki, aktyorluq 100% yəni. Çünki daha çox vaxtımızı və daha çox həvəsimizi ora həsr edirik ona görə. Məşhur olduğunuzu nə vaxt başa düşdünüz ki, mən məşhuram, tamam. Artıq tanınıram. Deyirsən. Yo, sən də. Mən biraz belə əvvəldən götürəcəm. İndi bizə baxanlar da yəqin ki, sizinlə həm yaşlı olanlar da belə başa düşürəm. Mən biraz yaşlı adam kimi danışmışam. Mən ilk dəfə serial çəkiləndə onda hələ Instagram və belə deyək, TikTok falan yox idi. Hətta YouTube'da belə heç nə çıxmırdı. Belə az-az videolar çıxırdı. Biz də ATV kanalında serialda gedirdi. Onda 19 yaşım vardı belə. Eramıza. Mən onda da belə şey yox idi. Sən televiziyaya çıxırdın, səhər heç bir adam səndən nəsə soruşmurdu, nəsə istəmirdi və s. Yolla keçəndə məhəllədən o 2 nəfər belə yaşlı xala da belə deyək də, onlar mənim arxamızda. Bu da dünəndən televizordakı oğlandır. Onda biraz belə qəribə oldu ki, ilk dəfə mənim haqqımda Məni tanıdılar, hə? Hə, o axırıncı idi. Niyə Efsanədən Sabrovkada şey çəkirdilər də biz şeydən qayıtanda? Ondan sonra indi düzdür, uşaqlar daha az yaşlılar daha çox belə yaxınlaşırlar. Bu reallıqdır. Amma gördüyümüz işlər biraz böyüdükcə bizə də indi seriallardan, filmlərdən sonra xoş münasibət var yəni. 100% həqiqətən. Mən ilk dəfəni xatırlamıram, amma mənim üçün pik olan məni Romada tanımaqları idi aeroportda. Hə, Türkiyədə də mənə tanımışlar. Yaxşı da bildim bunu. Mən Türkiyədə olmuşam, o deyil. Mən orada tanıyanda mən şoka girmişdim. Mən Roma aeroportunda. Sən bilirsən orada. Hə, orada tanımışdım, mən orada şoka girmişdim ki, burada da yox. O bir sualım odur ki, bundan sonra gələcək layihələriniz bir yerdə və yaxud tək-tək ən böyük layihəniz hansıdır demək istəyirəm daha doğrusu. Ən böyük layihə bilmirəm, o indi bilmək olmur da, illər keçir, sən böyürsən, sənin ideyaların dəyişir və s. Ən böyük layihə hansı olacaq, necə olacaq onu deyənməliyik, amma bəli, bir yerdə bir-iki dənə fikrimiz var. Ən azından həm sosial şəbəkədə, belə deyək, Instagram serial düşünürük edəmək. İnşallah. Film də var ağlımızda ki, hansı ki, orada Layla xanım da çəkəcəksən, hə? Söz vermişəm. Görək də deyir. Çəkəcəm. Ondan belə Layla xanımın da özünün teatrla bağlı nəsə fikir varsa buyurun. Bəli. Dediyim kimi Vüsal'la inşallah ki, o dediklərimizi bala-bala yerinə yetirərik. Amma teatrda hal-hazırda bizim 1 yanvarda tamaşamız var, Axtarış tamaşası. Bir də əsas premyerası olacaq aprelin 16-sı ya 17-si bu ərəfələrdə Notre Dame Paris əsərini yenidən Əsas Teatrı səhnəyə qoyur. Çox həyecanlıyam. Arzusuydu orada. Bəli, bəli. Mən uşaqlıq xəyalım olub. Mən onu nihayətən mənə rejissorumuz deyəndə ki, bəs o tamaşanı qururuq və İsmiraldən sən oynayırsan. Yəni küçə ortasında ağlamışdım. Apreldə inşallah ki səhnəyə çıxacağıq. Ümid edirəm bütün xəyallarınız uğurlu alınar. Sizi daha yaxşı yerlərdə görərik. İstəyirsinizsə oyunlara keçək. Suallarla boğmaq istəmirəm sizi. Rahat. Xoşdur. Rahat. Bundan sonra oynayacağımız oyun bir-birinizi nə qədər tanıyırsınızdır. Sizə suallar hazırladım. Mən kameranın arxasında olacağam, sizə suallar verəcəm. Siz də burada cavab verəsiniz. Başlayıram. Bir-birinizi nə qədər tanıyırsınız. İlk sualım, Vüsal ən çox hansı janrda yazmağı sevir? Ssenari yazmağı və yaxud kino yazmağı? Yazın. Mən də yazmalıyam. İkiniz də yazırsınız. Ən çoxu yazıram. Emosiyalarla göstərmək. Ən çoxu yazıram, yoxsa sevdiyimi yazıram? Ən çox hansı yazır? Hansı yazır? Evet, tamam. Ən çox onda məncə ikimiz də eyni şey yazadıyıq. Yazsa hə.
Kimi dedim görsən necə. 3-2-1 deyəndə göstərəsiz. Tamam. Məncə eyni şey yazar. Bilmirəm. Ya niyə? Mən də çox uzun yazdı. Nə? Ya üstündən gedirəm ki görsənsin. Hə. 3, 2, 1. Yeee. Buna bu kadar düşünməyiniz ben. Yo, indi olur da, rejissor Sən adamdır. son zamanları nəzərə alırsansa o... Yo, son zamanlar bilirəm, amma tez uzaydım. Psixoloqlu problemim var. Psixoloqu xarab olub. Bəli. Aha, tamam elə. İndi Layla xanım haqqında sual verirəm. Bəs Layla ən çox hansı janrda oynamağı sevir? Sevirmi? Sevirsə məncə bu olar. Çox oldu. Hədə yaxşı, 1, 2, 3. Ha, düzdür. Dramaya da Fatih. Ha, okey. Vüsalın gizli potensialı nədir? Onu demə. Okey. Siz onu gəlin işte soruşun. Evet. Gizli potensial. Şeir əzbərləyə bilmir. Bilmiyorum. Yo yani yetenek gibi bir şey. O məncə böyük bir yetenekdir. Bir insan yanında 10 dəfə eyni şeiri oxuyanda heç olmazsa yadında qalar, onda qalmır. Ben görüm nədir Vüsalın gizli potensialı. Gizli, çox gizlidir. Gizlidirsə bilmirik. O kadar gizlidir mən özüm bilmirəm. Ben görüm nə, düşünüm də. Gizli bacarıq. Kimisindən də düşünürəm. Dirsən yalayabilir burnu. Ha elə deyilsin. Dili burnuna değil. Ondan heç var bir şey. Sen nəsə yazıyorum. Mən də yazmalıyam məcbur. Okey yazdım. Gizli potensialı məncə bu da heç kim bunu gözləmirdi. 3, Aha. 2, 1. Yazmışsan. Rəsm çəkə bilərəm bəlkə də. Ay boğuldum. Yazar mı yazır? Bəli yazırım gizli potensial. Gizli potensialı məncə budur. Rəsm çəkdiyi yo görmüşəm də şeylər. Nə deyirlər ona? Filmdən əvvəl, reklamdan əvvəl çəkirlər Storyboard. Storyboard, hə. Görsən? 2 dənə gizli potensialınız var imiş. O qədər gizlidir ki, heç birimiz bilmirdik də. Özü də bilmirdi bunu. Təzəli çəkəş verəmsən məncə. Yo, bax, bizim qonşular da elə bil. Sivyendə veli çəkirəm mən. Yaxşı. Laylanın ən böyük xəyalı nədir? İş barəsində də ola bilər. O 100% bir iş barəsindədir. Yanımda danışdığı qədərlə. İndi mən ola bilər başqa şey yazım, ya nə bilim. 3, 2, 1. Xəcərəs teatrda tanışdırır alalım. Düz yazım, bəli. Müzikal oynamaq. Broadway'da. Broadway'da gördün. Ha belə. Görsən? Vüsalın ən çox əsəbləşdiyi şey. Hər an hər şey hesablaşa bilər. 1 4 2 4. 4, 2, 4, 3, 4, 4, 4. Çox, nə bilmirəm. Gözlə görüm. Ən çox belə məsələn bir işdə işləyirsiniz bir yerdə ən çox ona əsəbləşdiyi Yaşma. şey. Adam adı versəm olur. Evet. Ben yazdım. 1, 2, 3. Bəli. Eyni adama əsəbləşirib. İbrahim, sən Biraz əsəbləşirsən. İngilizcəsində var yəni nəsə Yox. olacaq. İbrahim, vallahi nə bilim. İbrahim bizə əsəbləşir. Bəli. Ya İbrahim çox istəyir. Prosta əsəbləşir. Ürəkdir İbrahim, həqiqətən. Vüsalın indiyə kimi yazdığı ən uğurlu ssenari. 1 döl, 2 döl, 3 döl. Ən sevdiyi də var. Ən uğurlu və ən sevdiyi. Sevdiyi, oy. Ben görüm. Səbəb var deyə yazıram da bunu. 1 1, 2, 3. Bəli. Evet, təşəkkürlər. Çünki bu film kino tənqidçilər tərəfindən Azərbaycanda keçirilən müsabiqədə ən yaxşı ssenari mükafatını alıb. Ona görə də biraz daha önəmlidir. Bəli. Təşəkkür Amma ederim. mən çəkməyim o filmi. Yaxşı, bəs Laylanın indiyə kimi canlandırdığı ən yaxşı, ən uğurlu rol hansıdır? Mən də özümə istəsəm gördün necə əminəm. Teatrdan yazacaqsın da yəqin ki. Yox, teatrdan yazmayacaqdım. Hə, doğrudan. Yox. Sən bunu ver spoilerını. Ya bildim. Mən onu yazacağam. Sən prosta teatrdan yazacaqsın yoxsa olmuyor. 1, 2, 3. Hə, eyni şeydir. Eyni şeydir. O Ben filmin filmin adını adını yazıb. yazmışam. Mən də obrazın adını yazmışam. Hə, obrazı da bildim sən yazacaqsan da ona görə. Bu Əsirlikdə 8 gün filmi YouTube-da var. İzləyə bilərsiniz. Layla xanımın başrolda oynadığı filmdir. Rejissor da mənəm.
Orada həm də Xocalı faciəsindən bağlı deyə çox ağır bir obraz oynayıb da, yəni ona görə baxmanız məsləhətdir. Bəli. Vüsalın ən çox güldüyü video tipi ya da mövzu. Yəni onu demək. Güldüyü Mövzu da olar, video tipi də olar, zarafat da olar. Yəni hansısa daha çox bir şey çağrışdırırsa. Mesela biz hər şeyə gülə bilirik. Yəni Yəni biraz daha büyük boşdu. Sayın görüm biz bağışla ayağı bəzdim. Axırınca nəyə gülmüşük? Ben bilmem neye gülmüyor ama. Sen yoxuydun orada. demək yazmışdı. Bilmirəm mən. Yəni bu 1, açıqlamasını verə bilmərəm. 3. Nədirsə, Bunun açıqlamasını verə. nədirsə odur, mən bilmirdim. Ben bunun açıqlamasını verə bilmərəm. Dikkat edin. Nədirsə odur, mən bilmirdim. Bu qədər. Ən çətin xasiyyəti nədir? Hala ən çətin xəsiyyəti? Nə bilim. Bizə çətinliklə. Yazıyorum nədir ben məsələn xasiyyətim. O şey, o. Neynəmişəm? Bir şey yazdı heç namaz. Çoxuzu küsərəm. O bir daha kötü. Hə. Bilmirəm, zarafası bilmirəm. Hə. Onda mən çevireyim. Baxın, onsuz məni filmə çəkmə. Bəli. Bəli. Onlar bir kinləndilər. Misal hər filmində, hər nə bilim uğrunda, hər çəkdiyi yedi gibi yaxınlaşım məni niyə çəkməmişəm? Mən istəyirəm ki, bacınızın adına soruşum. Ha? Biz də sor. Mənə də maraq. Nə bilim, istədiyi bu qəşəng yeni gün post çıxarda bilməməsi. Həqiqətən. Nasıl dünya? Qəşəng geyinəndə kimsə qəşəng şəklimi çəkə bilməyədi, keçən ay siz də çəkə bilmədi. 4 nəfər, doğrudan bir dəqiqə. O boyda Mən qəşəng şəkil geyinmişdim mən. Ben şəkil Nə sən, çəkəmədim. nə Elmar, nə heç bir şəklimi çəkəmədiniz. Sonra şey Elmar çəkəmirəm. bir o 20 görünürdüm mən o şəkildə. Mən bir 70 boyum var. Sonra şey çəkəmir axı. Sonra şunu çəksən cəhənnəm. Görüş saatı, bu bayaq verdiyim suala çox oxşur deyə. Artıq cavabı mən də bilirəm. Görüş saatı 12:00-dursa, Lalə bu görüşə saat neçədə gələr? Deyib orada yalandan şey yazmaq lazım deyil. Sən çox biliyorsun. Son həmləmdə budursa. Tamam. 3, 2, 1. Ay. Yok 11.99. Sen yaşın ol 11.99. Normal olaraq, yəni ki, cavab verməməyi də saysaq, belə yaxın şeyləri də amma səhv olduğunu saysaq, ikiniz də bərabərsiniz. 3-3, 5 sualdan. Ona görə bu bərabərliyi pozmaq adından bir sualım daha var. Birlikdə çəkdiyiniz qısa metrajlı videolardan, reels tipli. Bu videolar neçənci çəkilişdə alınır? Yəni reelslər daha doğrusu. Neçənci çəkilişdə alınır? Biz Vüsal'la bir yerde oynuyoruksa yani. Yəni dəhşət çoxdur. Yəni o yazmaq rəqəmi yoxdur. Ya bu açıq istəyə bilərik də yəni çox. Çox gülürük, sonra alınana qədər gülürük, sonra çəkirik də. Alnına görə bir dəqiqə danışacağım. Aha. Alnına qədər gülürük. Sonra senaryo bitir. Yəni bitib Sonra də biz yazılan yenə bitib. oynayırıq. Biz yenə davamını oynuyoruz. Və biri stop verməyənə qədər biz davamlı oynayacağıq da. Yəni o dayanmayacaq. Hətta Kimsə stüdyomuzda nə var? Mikrofon tutun. Biz Altava serialını çəkiləndə orada bizim səhnələrə demək olar ki az müdaxilə olunur. Rejissor Əlxan Rəcəbovdur. Az müdaxilə olunurdu. Yəni hətta o qədər şey idi ki, bəzən baxmırdılar. Biz oynayırdıq, qutardıq, çıxıb gedirdik. Həqiqətən elə olurdu. Bir yerdə yəni belə dönüb baxdılar ki, bunlar ssenaridə yoxdur. Bizim otaqda çəkdiyimiz ssenaridə dənizə aparırdı məni. O səhnədə yəni o qədər biz uzatdıq. O miyavlar falanlar, o obrazları həqiqətən özümüz eləmişdik də onların hamısını. Bir səhnədə o qədər uzandı. Yəni belə qaldılar ki, bu ssenari bəlkə stop verək, bəlkə kəsək biz bunu da. Ona görə Hə bizim səhnələr həm belə setdə də maraqlı olurdu, həm də ki çox əylənirdik. filmdən sonra da montaj. Yəni şeysiz gliserinsiz ağlayan şey eləyirdi, pajamatı bacılar qoyur. Mənim yaxşı bacarığımız odur məsələ. Hə. Bir-birimizin gözünə baxırdıq, risk ağlamağa başladıq serialda. Şimdi Elə də bir belə şeyimiz risk var. ağlaya bilərik. Bəli. Həm gülmək, həm ağlamaq. Var da, var. Bacarırdıq da. Kövrətməmək. Çok qəhərləndirmə məni. Nə oldu? Vüsal yenə bərabər olduq. Bəli, yenə bərabər oldu. Təbrik edirəm. Yetərincə tanıyırmışıq bir-birimizi Vüsal Əhmədzadə. Bu bərabərliyə görə sizə bir də hədiyyə yaxşı. Oo, Şey də oldu. Vüsal Əhmədzadə hədiyyədən bu aralar sən yox. yaxşıdır. Bəli, bəli.
Vüsal Bey aydın olduğu için. Mənim hədiyyəmi də Vüsala veririk. Sizin hediyenizi biraz gülməni seçdirim. Ümid ediyorum. Namış olur. Ne geçeydi bu? Çok geçeydi. Elmana da oxşur ha. Qəşəng. Çok sağ olun, teşekkür ederim. Çox qəşəngdir. Hazırsınız? Bu videonun da zor idi. Benim en sevdiğim rol. Mən o boyda film çək, o boyda serialda oyna, teatra get. Geçen idi bir de. Çox sağ ol. Çox sağ ol, qəşəngdir. təşəkkür Həqiqətən təşəkkürlər. Bunu saklayacağıq həmişə. Rəhmətlidir. Bu bəlkə də ofisə artıq yeni yer Bəli, şeylər bəli, qoymalı. bəli. Mənim stolum yoxdur Gazete bizdə. koymuşam, bu gazete çeşitli. Vüsalın yerində otururam mən ora gedəndə. Amma olsun, olsun. Çox sağ olun. Çox təşəkkür. İndi bir dənə əlinizdekiləri göstərin izləyicilərə. İç tərəfində. Bəli, belə kartlarımız var. Kim daha çox oynayırıq? Kim daha necə biridir deyə soruşacağam. Bəli, siz də o ikisindən birini göstərəcəksiniz. Onda ilk sualla başlayıram. Kim daha çox məsuliyyətlidir? 3, 2, 1. İkisi de çok. Ben ikisini de Vüsalda ya. İşte ha ikimiz de. Yo yo ikimiz de. ikisini de göstermek istedim. İkna oldu. Bəli, bəli. Bəs kim daha çox gecikir? Adeten ben. Bəli, bura gələndə də onu gördük. Veri şeydir, deyirəm, hə, nə vaxta çatsın? Deyirəm, mən çatım verin. Layla, mən hələ 20 yanvardayım. O kadar tez gözlemirdim. Kim daha çox planlıdır? Planlı hiç değilim ama Mən çox planlıyam. Sən bilmirəm. olsun yaşlı. Mən sən planlayan bir dənə işində görmüşəm də. İşte ise mecburum. İşte hə. Lale değil. Ben. Yaxşı. Tamam. Kim daha tez əsəbləşir? 1, 2. Ben her zaman əsəbi olurum ya. Niyeyse. Arada sakitləşirəm ben. Hər zaman nəyəsə əsəbidir, hər zaman nədənsə narahatdır. Bəli. Kim daha şit zarafatlar eləyir? Mecbur üzürü say. Elədiyiniz ən şit zarafat. Yo yo yo, heç soruşmayın. 1 də 2 də 3 də hansı birini deyim mən. Kim daha unutqandır? 1, 2, 3. Ben arada unuduram özüm. Və 12 əks eləyir. Yaxşı sözün deyir. Yaşa sözüm. Mən senaryoda saxlaya bilmirəm, hepsi o da. O da baxır Ben nədə. mesela şiir bilmirəm, hiçbir şiiri. Hə, sən mahnı sözü də bilmirsən. A, sözü doğrudan. Misal sonra da deyir bilmirəm hansımız unutqanıq. Yox da. Sən ümumiyyətlə yadına düşmür. Yəni mənim bilmirsən onu. Nəyə ki sorğundasan? Heç vaxt yad sözü yoxdur məndə. Yad sözü yoxdur. 100% Vüsal. Kim daha tez küsür? 1, 2, 3. Heç şey, mən heç küsməyim olmayıb deyə. Nə bilim, mən heç belə eləyirəm. Küsə bilmirik. Kim daha çox danışır? 3 şifrə ehtiyac yoxdur, hə? Əsla. Ya, çönüm arxada bacımdan da sorsanız da deyəcək ki, Lalə. Neyse, bak da sonra danışırım. Kim daha çox səbirlidir? 1, 2, 3. Daha səbirli olar yəni. Ümid eləmək istəyirsən. Daha çox əsəbiyəm deyə daha çoxları səbirli olur. Yəni, nəm valla. Və son sualımız. Aha. Niyə bu qədər sevindim? Bulut sulamız biraz. Kim risk almağı daha çox sevir? 1, 2, 3. Axırıncı hadisələrə görə bu. Axırıncı hadisələrdən danışmaq. Yox. Yəni, sən dedim 100% danışma. Mən səssizcə bunu belə qaldırdım. Bəli, bəli, mən də belə təsdiqləyirəm. Vüsal Əhmədzadə. Bəli. Sosun. Yaxşı qutardıq. Təbriklər. İndi Dodo oxuma oynayacağıq. Yenə birinizin qulağında, yenə dediyim, birinizin qulağında naşıq olacaq, o biri izah eləməyə çalışacaq. Və 3 dəqiqə vaxtınız var. 3 dəqiqəsində kim çox söz tapır? Bəli. Kim daha çox söz izah elədi və ya pas şansınız var, deyə bilərsiniz. Yəni nəzərə alın ki, 3 dəqiqədir. Elə bir şey pas dediyiniz sözlər bitəndən sonra təzədən qayıdırıq. Smeşofu eləyin. Smeşofu hansıdır? Hansıdır? Smeşofu. Və indi siz seçirsiniz kim naşıq taxacaq. Hə, Vüsal taxsın. Sözü bildim.
Götürmüşsünüz, baxırsınız, deyirsiniz, bir səs deyin. Ananas. Ananas. Oha! 2. Tembel. Tembel. Zəmbil. Tembel. Təmbə. Qarışqa. Qarışqa. Bu nədir? Eşitmir. Fişəng. Fişəng. Dodaq oxuma bilirim. Görüş. Görüş. George. Görüş. Pas. Bilmədim. Bonus. Borc. Bonus. Boş. Bonus. Bolu. Ne bilmem. İstek. İstek. Bonusu bilmedim. Keçidi. Keçidi. Biz söz oxşuyur, ne bilmədim. Sürpriz. Sürpriz. Şeker. Şəkər. Sonra hansıydı? Bir de görüş. Görüş. Kök. Yo. Görüş. Gö. Ne diyorsun? Olmadı da. Keçid. Ne? Keçid. Yeşiç. Yok. Keçid. Ya, çok güzel soruyor. Bu nasıl? Keçid. Keşiş. Keçid. Ke düzdü. Ke. Keçid. Evet. Sonra görüş. Donuz. Yok. Bilmədim. Görüş. Yok bilmədim. Bitirdiniz bu deyəsiniz. Görüş. Bilmədim. Sen bile ya bilirsen. Görüş. Görüş. Ya ya bilirsen bir şey. Bəzən çox bir söz oxşuyur. Özərindən də bir dəfə belə elədin. Gedir orada. Ne? Heç nə. Beşik. 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 Hə. Toy. Don. Toy. Toy. Ay su. Oyuncaq. Oyuncak. Kömək. Kömək. Kömek. Nə? Bit. Bil. Bit. Bil. Bir. Bit. Bit. Ay su. Dovğa. Doğa. Oyda. Batareya. Kim? Batareya. Yok. Batareya. Pada. Oxşuyur. Pada. Batareya. Ya Ya ne diyorsun? Sancak. Sancak. Özü sen. Yani. Sancak. Sarsak. Oxşuyur. Oxşuyur. Sarımsak. Sancak. Sal. Sancak. San. Sancak. Aysa. Tiçan. İnşaat. İki tane dedim. Necə oldu? Tiçan. Dilşat. Tiçan. İrşad. Tiçan. Kampak. Kim? Reklam eləmə cəmaatı. Tiçan. İnşa. Tiçan. Dil. Ti. İ. Tiçan. İdi. Seçersin bacağı başıma. Ha. Təyyarə. Terane. Oxşuyur. Təyyarə. Herzane. Belə söz yoxdur. Öğren başladı. Təy. Derk. Təy. ders, Təyyarə. Tecare. Evet, o yüzden bakın görüyorum. Diyor ya bu. Okey. Batareya. Komple var. Ben de beşiktaşlı sözler yok bak, muydu? çi. Ha. Bata. Bala. Bata. Ba. Bata. Basa. Baza. Ta. 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 O biri. Ta. Bada. Ta. Benim böyle değilirsen. Bata. Bat. Bata. Bana. Bata. Ta. Bata. Bata. Reya. Batareka. Okey. Evet. Neyse, cevabı Tiçan. Kim? Ti. Yani işte.
Tiçan. Axırı şaddır. Yox. Heç deyil. Nə Heç əlaqə? Tiçan. Dil inşaat deyil. Yox, inşaat düzü o iki hecadır. 2. De bir də de. Tutardı mı? Batareyka demişim. Özü batareyka. Batareyka. Ayaqdır. Oyunlarımızın sonuna gəldik. Təşəkkür edirəm gəldiyiniz üçün. Sağ olun. Ümid edirəm maraqlı oldu sizin üçün. Çox. Çox maraqlı oldu. Məsələn, Çox Vüsalla sandır. söz izah elə bilmirmişəm, başa düşdük. Amma yaxşı başa düşürəm. Bəli. Vüsal bəyin gizli potensialını tapdıq. Sizin çətin xasiyyətinizi tapdıq. Bunlar çox lazım olacaq sonraki həyatımızda. Arada belə yığışaq yenə danışaq söhbət. Keçəndəki veriliş kimi biz verilişlərdə bir-birimizi tanıyırıq. Təşəkkür Ofisdə oynayan edirəm arada. gəldiyiniz üçün. Siz Çox sağ olun. Bay bay. Yenə belə edirəm.